Hər birinizi salamlayıram. Deməli, bugünkü video izahımız səlib yürüşləri ilə bağlı olacaq. Deməli, başlayaq. İlk öncə qeyd eləyək ki, bilirik ki, Xristian dini 1-ci əsrdə yaranıb İsa Peyğəmbər tərəfindən. Xristianlıq dini 313-cü ildə demişdik ki, Almaniyada da, Romada da deməli rəsmi din elan edilmişdir. Ancaq Romanın parçalanması nəticəsində 395-ci ildə Qərbi və Şərqə parçalanması nəticəsində Katolik kilsəsi əslində real olaraq bölünsə də, Katolik kilsəsinin rəsmi şəkildə bölünməsini deyəcəyi 1054-cü ildə rəsmi şəkildə Katolik kilsəsi bölünür iki yerə, Qərb və Şərq kilsəsinə. Qərb kilsəsi adlanırdı Katolik kilsəsi, Şərq kilsəsi isə Pravoslav kilsəsi idi. Katolik kilsəsinə, yəni Qərb kilsəsinə Papa başçılıq edirdi, Şərq kilsəsinə isə Patriarx başçılıq edirdi. Onlar arasında əlbəttə ki, mübarizə var idi. Bunun da səbəbi o idi ki, gəlir vergisi uğrunda mübarizə gedirdi. Katolik kilsəsi, yəni Papa Avropada becərilən torpaqların 1/3-nə sahib idi. Burada deməli bidətçilər var idi ki, bidətçilər kimlər idi? Katolik kilsəsinə qarşı çıxanları adlandırırdılar bidətçilər. Bu bidətçilər kilsə məhkəməsi olan inkvizisiyada deməli cəzalandırılırdı, ya sürgün edilirdilər, ya edam edilirdilər. İndulgensiyalar var idi ki, bu Papanın əsas gəlir mənbəyi idi ki, bu nə idi? Cənnət qəbzləri idi. Belə ki, Papa özünü yer üzünün, belə deyək də, Tanrının yer üzündəki canişini hesab edirdi ki, və insanlara yəni bağışlanmaq üçün qəbzlər, indulgensiyalar, cənnət qəbzləri satırdılar. Həmçinin Papadan belə deyək də asılı olan krallıqlar var idi ki, dövlətlər Danimarka idi, İngiltərə idi, Polşa idi. Bunlar Papadan asılı idilər. Danışacağıq səlib yürüşlərinin səbəblərindən. Səlib yürüşlərinin səbəbləri dedikdə qeyd edəcəyik ki, təbii fəlakətlər və epidemiyalar səlib yürüşünün səbəbləridir. Bəs səlib yürüşünə bəhanə nə idi? Səlib yürüşünə bəhanə 1091-ci ildə Peçeniklər Konstantinopolu qarət edir və bu zaman Bizans imperatoru Papadan kömək istəyir və bu da səlib yürüşünə bəhanə olur. Belə ki, Papa Avropadakı narazılığı aradan qaldırmaq istəyirdi və çünki ondan narazı olanlar var idi və bunun üçün Papa Urban 1095-ci ildə çıxış edir və deyir ki, İsa Peyğəmbərin qəbri kafirlərin ayaqlarının altındadır və o, belə deyək də, Avropadan narazıçılığı şərqə yönəltməyə çağırır və səlib yürüşlərinə başlamaq lazım olduğunu bildirir və İsa Peyğəmbərin qəbrini xilas etmək lazımdır. Həmçinin, belə deyək də, qənimət əldə etməyi üçün çıxışlar edir. Və əlbəttə ki, Papa şərqi xristianlaşdırmaq istəyirdi, feodallar yeni gəlirlər əldə etmək istəyirdi, kəndlilər də Avropadan narazı idi, buna görə səlib yürüşlərinə başlayırlar. Birinci səlib yürüşü 1096-1099-cu il əhatə edir ki, biz bunu iki mərhələyə ayıracağıq. Birinci mərhələyə kəndlilər başçılıq edirdi. Onlar Bizans ərazisinə gedirlər, ancaq Bizans imperatoru səlibçiləri Səlcuqlar tərəfinə yönəldir və Səlcuqlar kəndliləri məğlub edirlər. İkinci mərhələdə isə feodallar idi ki, Almaniya, İtaliya, Fransadan olan cəngavərlər bu yürüşə başçılıq edirdi. Hətta Bizans imperatoru onlara, belə deyək də, kömək edəcəyini bildirmişdi, amma əvəzində müsəlmanlardan tutduğu əraziləri ona verməli idilər. Və şərqə doğru hərəkət edən feodallar 1099-cu ildə Qüdsü tutur, yandırır və burada krallıqlar yaradırlar. Edessa, Tropoli, Antioxiya və Qüds krallıqlarını yaradırlar ki, bu krallıqlardan ən güclüsü də Qüds krallığı idi. Səlibçilərin uğur qazanmasının digər səbəbini də qeyd eləyək ki, Səlcuqların belə deyək də zəifləməsi idi. Ancaq müsəlmanlar belə deyək də özlərini artıq toplayırlar və bu da özünü ikinci yürüşdə göstərəcək ki, 1147-1149-cu il ikinci yürüş
səbəbi kimi göstərilir ki, Mosul əmri Edessanı tutması idi və ancaq 2-ci səlib yürüşü belə deyək də uğursuz olur. Uğursuz olmasının da səbəbi Səlcuqlar öz aralarındakı ixtilaflar idi. Həmçinin Bizans imperatoru səlibçilərə artıq kömək etmirdi. Həmçinin Səlcuqlar da belə deyək də təşkil etmişdi özlərini və 1187-ci ildə Təbəriyyə döyüşündə Misir hakimi Sələhaddin Əyyubi Qüdsü azad etmişdi. Əlbəttə ki, bu 2-ci səlib yürüşündən sonraki hadisədir və 1189-1192-ci ildə 3-cü yürüş baş verir və bu yürüşün səbəbi kimi də Qüdsü azad etmək idi. Və bu yürüşə İngiltərə, Fransa və Almaniya krallıqları başçılıq edirdi ki, və Almaniyadan burada Barbaros var idi ki, o su yolu ilə deyil, quru yolla getməyə gedir və o Antalya və Konya ətraflarından keçir ki, Konyada müsəlmanları qırsa da, ancaq kiçik bir çayda boğulur və bunun nəticəsində 3-cü səlib yürüşü belə deyək, yarımçıq qalır, dayanır və bunun nəticəsində Suriya Fələstin qarətdən xilas olmuş olur. 4-cü səlib yürüşünün digər yürüşlərdən fərqi onda idi ki, bu yürüşə Papa Innokenti özü başçılıq edirdi. 4-cü səlib yürüş 13-cü əsrdə baş vermişdi. Bu yürüş zamanı Papa Venesiyadan gəmilər kirayəyə götürülmüşdü. Burada əsas məqsəd Misrə getmək olsa da, ancaq Bizansa yönəlirlər. Səbəbi də o idi ki, Misir daha uzaq idi. Həmçinin Bizansla aralarındakı ixtilaflar idi. Buna görə də səlibçilər Bizansla Konstantinopla yönəlir, Konstantinopla tuturlar, qarət edirlər və burada 1304-1361-ci il əhatə edən Latın imperiyasını yaradırlar. Ümumilikdə xaç yürüşlərini biz iki istiqamətə ayıracağıq ki, bir şərqə doğru yürüşləri, bir də qərbə doğru yürüşləri. Şərqə doğru yürüşləri 11-13-cü əsrlər əhatə edir ki, bu yürüş zamanı 8 yürüşləri olmuşdu. Qərbə yürüş isə 11-15-ci əsrlər əhatə edir ki, bu da Reconquista hərəkatı adlanırdı ki, Reconquista'da müsəlmanların Pireneydən qovulması demək idi. 11-ci əsrdə Kordoba xilafəti parçalanması əlbəttə ki, səlibçilərin xeyrinə idi. Səlib yürüşü nəticəsində Kastilya, Aragon, Navarra və Portuqaliya yaranıb. Kastilya və Aragonun birləşməsi nəticəsində 1479-cu ildə vahid İspaniya krallığı yaranır. 1492-ci ildə hiylə nəticəsində Granada tutulur və bütün müsəlmanlar Pireneydən qovulur. Navarra isə Fransa və İspaniya arasında bölüşdürülür. Xaç yürüşlərinin nəticəsi nə olur? Əlbəttə ki, Papanın nüfuzu aşağı düşür və nəticədə dini islahatlar, belə deyək də, tərəfdarları artır. Coğrafi kəşflər əsas yaranır, yəni texniki əsaslar yaranır coğrafi kəşflər üçün. Bu yürüş nəticəsində türklərin Zəncavər xalq olduğu bildirilir. Həmçinin orada bir ifadə var ki, franklardan başqa türkləri də Zəncavər xalq hesab etmək olar. Şərqə yürüş zamanı səlibçilər barı, kağız və yer dərmanı ilə tanış olurlar. Ticari üstünlük Bizansdan Venesiya və Genuaya keçir. Həmçinin biz deyəcəyik ki, səlib yürüşləri nəticəsində müsəlmanlarla yanaşı Yahudilər də belə deyək də qırğına məruz qalmışdı. Belə, səlib yürüşləri ilə bağlı əsas vacib məqamları sizə qeyd etdim.